Herkese salam. 20 noyabr güvən nəşriyyatının sınav imtahanı sinif 11, qrup 1, variant B. Şaquli aşağı istiqamətdə 2 metr bölü saniyə sürətlə bərabər sürətlər şəklinin liftin döşəməsinə cismin çəkisi 48 newtondur. Bu cismin kütləsini hesablayın. P bərabərdir mg, m də bərabərdir P bölü j. 48 bölü 10, 4,8 kilogram olacaq. İkinci sualda üfüqi səthinin yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cismin tormozlanma müddətinin onun başlanğıc impulsdan asılıdır. T tormuz bərabərdir V0 bölək A-ya. Kütlə, sürət və məxrəcini kütləyə vursam olur M-a və V0 bölünsün M-a. Və tormuz müddəti impulsdan, başlanğıc impulsdan düz mütənasib asılıdır. 8 kilogram kütləcisini kütləsi 6 kilogram olan bir cins lincin hansı nöqtəsindən asmaq lazım ki, linc tarazlıqda qalsın. Ümumi 8 bölgüdür. Lincin ağırlığı tam ortadan yönəlir və olur 60 newton. Yazıram 15 vurulsun 2 bölgü, dayağa qədər olan bölgü 2 bölgü vurulsun J10 bərabərdir 60, yəni bu hissədə olan qüvvə ağırlıq qüvvəsi vurulsun 1, dayağa qədər olan bölgü 1-dir və 8 kilogramlıq yükü hardan asacam bilmirəm. X vurulsun 8 vurulsun 10. 80x bərabərdir 300 minus 60 edir 240. X də bərabərdir 3. 3 bölgü məsafədən. Bu da 1, 2, 3. Cavabımız elə olur 3. Diqqət edək ki, burada 3 tapdığımız lincin üzərində olan rəqəm deyil, dayaqdan bölgü sayıdır. Qüvvə momentinin sabit qiymətinə qüvvənin modundan, qüvvənin qolundan asılığı. Moment sabitdir. M bərabərdir FD-yə görə. FD-dən tərs mütənasib asılıdır. Cavab olur D variantı. Verilmiş kütləcisin blokların köməyi ilə hamar maili müstəvi boyunca bərabər sürətlə qaldırılır. Sistem qüvvədə neçə dəfə qazanc verir? Deməli, burada bir perpendikulyar qüvvəmiz var. Bir də ağırlıq qüvvəmiz var. Bura alfa bucağı, o zaman burada alfa bucağı olur. Burada səthə perpendikulyar paralel yönələn qüvvə var. Və həmin qüvvə də bu hissədə paralel şəkildə var. Nədir? Qarşıdakının, yəni alfa bucağının qarşısındakı bu tərəfin, paralelin betonuza mg-yə nisbəti nə olur? Yazıram. F paralelin mg-yə nisbəti sinus alfadır. Və F paralel bərabərdir mg sinus alfa. Mən yükü F qüvvəsinin təsiri ilə qaldıran zaman burada F paralel, səthə paralel yönələn qüvvə var ki, həmin qüvvə, yəni normalda tərpənən blokda nə edirdik? Burada bir F qüvvəsi ilə dartırdıq və burada bir mg-miz var idi. Elə bilin ki, mg-ni mg sinus alfa, yəni F paralel qüvvə əvəz edir. Və nə yazıram? Tərpənən blokda burada F-i tapanda mg-ni mən bölməliyəm. mg-ni bölməliyəm 2-yə. Eyni prosesi burada da təkrarlayıram. Yəni F bərabərdir mg sinus alfa bölünsün 2. Burada biz nə etməliyik? Sistem qüvvədən neçə dəfə qazanc verir. Bərabərdir mg sinus alfa üçün nə yazıram? Qarşıdakının, yəni 3 desimetrin betonuza nisbəti. 3-ün 15-ə nisbəti. Bir də məxrəcimiz də 2. İndi yekunda F nəyə bərabərdir? 30. Burada da 3 mg. Bu da olur mg bölünsün 10. Demək ki, qüvvədə 10 dəfə qazanc verir. 36-cı sualda O nöqtəsinə nəzərən F qüvvəsinin qolunu hesablayın. O nöqtəsinə nəzərən F qüvvəsinin qolu
F'in uzantısına çəkilən perpendikulyar, bu da olur OS. Olur OS. 37-ci sualda kütləsi 10 kiloqram olan bloklar sistemi vasitəsilə 2 metr bölü saniyə sabit təzyiqlə qaldırılan cisim ipin sərbəst uzuna təsirli F kütləsinin qiymətini hesablayın. F bərabərdir M vurulsun J plus A bölü 2. Deməli 10 vurulsun 10 plus 2 bölü 2. 5 vurulsun 12, bu da eləyir 60 Newton. Bu da olur C bəndi. Hansı cihazdan istifadə edərək cisim kinetik enerjisini ölçmək olar? Kinetik enerjinin düsturu M V'nin kvadratı bölü 2. Kütlə tərəzi, sürət də spidometr. Olur 1 və 2. 39-cu sualda nə deyir bizə? 2Y potensial bölünsün X. Və potensialın yerinə nə yazıram? Yazıram 2 vurulsun F kvadratı və yaxud vahidlərlə getsəm kiloqram vurulsun metrin kvadratı bölü saniyənin kvadratı. X yayın uzanması olduğuna görə 1 bölünsün metr. Yerdə qalır kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Bu da olur qüvvə. Və yaxud düsturumuz budur. F bölünsün, Fx bölünsün 2. Bu düsturdan həmin ifadə çıxıb. Cismin kinetik enerjisinin impulsu modundan asılı qrafiki hansıdır? Y kinetik enerji bərabərdir MV'nin kvadratı bölü 2. Sürət və məxrəcini M-ə vururam, çünki mənə deyir kütlə sabit olmalıdır. Olur M kvadrat V kvadrat bölü 2M. Bu da olur P'nin kvadratı bölünsün 2M. Kütlə sabit olduğu üçün kinetik enerji impulsdan parabolik asılıdır. Gələk, təcil və impulsu üçün Euler-Venn diaqramı. Vektorial cəmiyyətdir hər ikisi. Sürət istiqamətdə yönəlir impuls. Təcil, əvəzləyici qüvvə istiqamətdə yönəlir təcil. Düzxətli bərabər sürətli hərəkətdə 0-a bərabərdir təcil. Deməli 3, 4, sonra 2, sonra 1 Y variantı. 42-ci sualda düzxətli bərabər təcilli hərəkətdən 2 cismin 2-ci saniyənin sonunda sürəti 18, 5-ci saniyənin sonunda sürəti 6 olmuşdur. Başlanğıc zamanında bu cismin sürətini hesablayın. A bərabərdir V minus V0 bölünsün T'yə. Deməli 6 çıx 18 bölünsün 5. 5 çıxılsın 2. Bu da edir mənfi 12 bölünsün 3. Mənfi 4 metr bölü saniyənin kvadratı. V bərabərdir V0 plus AT-dən. Deyir ki, başlanğıc zamanında ilk 2 saniyə sürət olub 18, get-gedə yavaşıyıb. Demək ki, nə yazıram? 18 bərabərdir V0 minus 4 vurulsun 2. V0 bərabərdir 18 plus 8, bu da edir 26 metr bölü saniyə. Bu da D variantında var. 43-cü suala nəzər yetirsək, bizə nə deyir? İki cisim radisi 30 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 10 metr bölü saniyə K nöqtəsindən keçən anda ikinci cisim 6 metr bölü saniyə M nöqtəsindən keçir. Bu cisimlərin ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın. İndi V bərabərdir 2πr bölünsün T düsturuna görə. T1 bərabərdir 2 vurulsun 3 vurulsun. Radiusun 30 bölünsün V1 10. Bu da edir 18 saniyə. T2'ni tapsam 2 vur 3 vur 30 bölünsün sürətim 6. Bu da edəcək 30 saniyə. Birinci K cismi 18 saniyədir periodu. Yarım periodu 9 saniyə başa vurur. Deməli 60 dərəcə bura. Bir də bunu bölsək. Deməli bura düşür 3. Bura düşür 6, 9. Bir daha bölsək. Düşəcək 12, 15.
K'ya gəlib 18-ə çatır. Period tamamlandı. İkinci M cismi üçün götürsək 30-dur. 6 yerə bölsək M üçün düşür 5. Sonra düşür 10. Sonra düşür 15. 20. 25 və M-ə gəlib düşür 30 saniyə. Hər ikisinin müddətləri bərabər oldu. 15 saniyədə. 15 saniyəndə görüşürlər. İkinci versiya olaraq bu şəkildə tapa bilərik. Deməli, aradakı qövsə baxsaq, L bərabərdir 2πr. Ümumi çevrənin uzunluğu vurulsun. Ümumi çevrənin 3/1 qədər arada fərq var. Vurulsun 3/1. 2 vur 3 vurulsun radius 30. Vurulsun 3/1. Bu da edir 60 metr. Yəni K ilə M cisminin arasında qövsün məsafəsi 60 metrdir. Eyni tərəfə getdikləri üçün sürətlərin nəzərən sürətlər olur nə? V1-in 2-yə V1 minus V2 bu da edir 10 çıxılsın 6 4 metr bölü saniyə. Və T-ni görüşmə müddətlərini tapsam V1-dən V2-ni çıxıb bağışlayın. Yolu bölürəm nəzərən sürətlərə. Bu da olur 60 bölünsün 4 15 saniyə. 44-cü sualda çevrə üzrə bərabər sürətlə hərəkət edən L və K cismlərinin xətti sürətləri eynidir. Cismin bucaq sürətləri 15 radian olarsa, L cisminin K cisminin bucaq sürəti 15-dir. L cisminin bucaq sürətini hesablayın. V bərabərdir omega vurulsun R. Bu da omega vurulsun 3R. Xətti sürətlər eyni olduğu üçün ikinci üçün də yazıram. 15 vurulsun 3R bərabərdir omega vurulsun R-ə. R-lər ixtisar getdi. Omega bərabərdir. Omega L bərabərdir 45 radian bölünsün saniyə. Y variantı olmuş olur. 45-ci sualda cismə düz xətt boyunca yönələn moltları 5, 6 və 9 newtonun 3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiyməti. Bu qüvvələrin belə deyək, kiçiklərini toplasaq, eyni tərəfə yönəltsək 6 və 5 newton. 9 newtonu əks tərəfə yönəltsək, əvəzləyicimiz ən kiçiyi bu halda olmuş olur və 11 çıxılsın 9 eləyir 2 newton. Digər hallarda 2 newtondan böyük olmuş olur. 8 kg kütləli cism sərbəst düşür və sərbəst düşmə zamanı çəki və ağırlıq qüvvəsi. Ağırlıq qüvvəmiz mg'dir. Bu da olur 80 newton. Çəki sərbəst düşdüyü üçün 0'dır. 0 və 80 newton, bu da olur B variantı. 47-ci sualda cisim yer səthindən V0 sürətlə aşağı yuxarı atılmışdır. Bu cismin yer səthindən 4V0 sürətlə aşağı yuxarı atılanında onun uçuş müddəti. T uçuş bərabərdir 2V0 böl Y'yə. T uçuşla V0 necə mütənasibdir? Düz mütənasibdir. Və 4V0 olduğu üçün 4 dəfə artacaq. A variantı doğru cavabdır. Sıxılmış yayı bərşilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Cismə təsirin sükunət sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Sükunət sürtünmə qüvvəsi hərəkətə mane olan qüvvədir və nəticədə yay açılmağa çalışır sağ tərəfə elastiklik qüvvəsinin təsiri ilə. Sükunət sürtünmə qüvvəsi də nə olur? Bunun əksinə yönəlir və cavab olur D variantı. Burada nə deyir? 49-cu sualda sürtünmə qüvvəsinin dayan reaksiya qüvvəsindən asılılığı verilmişdir. 1-2-3 nöqtələrinə uyğun sürtünmə əmsalları arasında hansı münasibət doğrudur? F sürtünmə bərabərdir mü vurulsun N-ə. Mü bərabərdir F sürtünmə bölünsün N. Baxırıq 2 və 3 nöqtələrində mütənasiblik qrafikinə əsasən eyni xəttin üstündə olduqları və sıfırdan başladığı üçün mü 3 bərabərdir mü 2-yə. Bir nöqtəsinin eni eynidir. 1 və 2 nöqtəsinin eni eynidir. Reaksiya qüvvəsi. Amma sürtünmə qüvvəsi 1-də çoxdur. Demək ki, nə olacaq? Sürtünmə qüvvəsi 1-də çox olduğu üçün
Sürtünmə əmsalda 1-də çox olacaq. Yəni μ1 böyükdür, μ2 μ3-ə bərabərdir. Y variantı. 50-ci sualda elastik deformasiya olmuş yayın verilmiş yayın sərtliyinin onun uzlarını təsir edən qüvvənin qiymətindən asılığı, sərtlik bu qüvvənin qiymətindən asılı deyil. 30 Newton dartı qüvvəsinin təsiri altında düz xəttli hərəkətdən 10 kg kütləcinin sürətinin modulun zamanında asılı qrafik verilib. Cisimə təsir edən sürtünmə qüvvəsi. Cisim yavaşlayan hərəkət edir. Yavaşlayan hərəkət etdiyi üçün sürtünmə dartıdan böyükdür və sürtünmə demək ki, əvəzləyici də sürtünməyə tərəf yönələcək. F sürtünmə plus F əvəz bərabərdir F dartıya. F sürtünməni tapdığımız zaman dartıdan əvəzləyicini çıxmalıyıq. Bu da 30 Newton çıxılsın. Buradan A-nı tapsaq 20 bölünsün 4, bu da eləyir 5 metr böl saniyənin kvadratı. Bu da olacaq -5 vurulsun 10, bu da eləyir 80 Newton. Y variantı. 52-ci sualda çəkisiz yaydan asılmış 4 kg müştlədici müşavirə aşağı istiqamətdə F 10 Newton qüvvə ilə dartırlar və tarazılda halında yayda yayın elastiklik qüvvəsinin modulu. Aşağıya doğru bir də mg'miz var. Bu yayın əksinə, daha doğrusu qüvvənin əksinə elastiklik qüvvəsi var. Tarazılda saxlayan. F elastiklik F ilə mg'nin cəmidir. 10 plus 4 vurulsun 10. Bu da edir 50 Newton. C variantında verilib. Uzanmayın çəkisiz ipdən asılmış yüklər sabit təcillə hərəkət edir. T 30 olarsa F gərilmə qüvvəsini Newtonla hesablayın. Sistemin təcilini tapsaq A bərabərdir sol tərəf ağır basdığı üçün nə edirəm? Yazıram 5m minus 3m, bu 3m bölünsün 5m plus 3m vurulsun J10. Bu da edir 2m bölünsün 8m vurulsun 10. 2 onda 5 metr böl saniyənin kvadratı. Və gərilmə bərabərdir 3m J plus A-ya. F bərabərdir 3m aşağıya doğru getdiyi üçün J minus A-ya tərəf-tərəfə bölsək, yəni T gərilməni F-ə bölsək, olur nə? 3m bölünsün J plus A, 3m daha doğrusu vurulsun J minus A. 3m'lər getdi, qaldı 10 plus 2 onda 5, 10 minus 2 onda 5. Bu da 12 onda 5 bölünsün 7 onda 5. 2 onda 5'i ixtisar aparsaq, burada qalır 3, burada qalır 5, 3'də 5. Və bizə T gərilməni verib ki 30'dur. 30 bölünsün F bərabərdir 3'də 5'dir. F də bərabərdir 90 bölünsün 5, bu da eləyir 18 Newton. Tarazlıq halında çəkisiz yaylardan asılmış cisimlərin kütlələri və yayların sərtlikləri uyğun olaraq M1, 2, M2'dir. Buna mən mg desəm, bu olur 2 mg. Və yarına elastiklik qüvvələri yayların potensial enerjiləri arasında hansı münasibət? Doğru münasibətləri müəyyən edin. Deməli, K1x1 bərabərdir 2 mg-yə, K2x2 bərabərdir mg-yə. Burada üstdəki mg-nin yerinə yazıram K2x2, yəni K1x1 bərabərdir 2, mg-nin yerinə bunu yazıram. Vurulsun K2x2. Bu da nə deməkdir? F1 bərabərdir 2 dənə F2. Bu da uyğundur bir dənəsi ikincidə. İkinciyə keçid alsaq, potensial enerjiyə keçid alırıq. Sərtliklər eyni olduğu üçün yazıram Y potensial bərabərdir F-in kvadratı böl 2K. Potensial F ilə kvadratik asılı olduğu üçün nə yazacağım mən? Y potensial 1 bərabərdir 4 dənə Y potensial 2. Bu da olur 6'da 2 və 6. 55-ci sualda tarazlıq vəziyyətindən çıxarılmış cisim öz-özünə əvvəlki
vəziyyətə qayıdırsa, bu növ tarazlıq dayanıqlıdır. Tarazlı vəziyyətindən çıxarılmış cisim öz-özünə əvvəlki vəziyyətə qayıda bilmirsə, bu növ tarazlıq dayanıqsızdır. Fərqsiz tarazlıq halında cisim ixtiyari vəziyyətinə ona təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Dayanıqlı tarazlıq vəziyyətində olan cisim potensial enerjisi minimumdur. Dayanıqsız tarazlıq vəziyyətində olan cisim potensial enerjisi maksimumdur. Demək ki, nə oldu? 2, 3, 1, 5, 4. Günəş ətrafında orta sürəti 30 km/saniyə olan yerin 5 dəqiqə ərzində getdiyi yolu hesablayın. Yazıram S bərabərdir V orta vur T-yə bərabərdir 30 km/saniyə vurulsun 5 dəqiqə. Dəqiqəni çevirirəm saniyəyə. Saniyələrim getdi. Bu da oldu 9000 kilometr. 57-ci sualda fiziki cəmiyyətlər və onların vahidləri arasında uyğunluğu müəyyən edin. Çəki. Birinciyə baxıram. Kiloqram vur metr böl saniyənin kvadratı qüvvənin vahididir. Doğrudur. Çəkiyə gedir. Kiloqram vur metr kvadrat böl saniyə kvadratı enerjidir. Kiloqram vur metr böl saniyə impulsdur. Joule enerjidir. Newton çəki ya da qüvvənin vahididir. 58-ci sualda elastiki deformasiya olunmuş yaydan kütlələri 3 və 2 kg olan cisim asılmışdır. Sistem tarazlıqdadır. Cisimləri bağlayın, ip qırıldıqda yayın sərtliyi və uzanması necə dəyişər? Yayın sərtliyi kütlədən asılı deyil. Kütlədən asılı deyil. Buna görə də dəyişməz. Dəyişmir. İkinci, uzanması yayın uzanması tarazlıq şərtinə görə kx bərabərdir m1 plus m2 və yaxud da ki kx bərabərdir yekun mg yazsam x bərabərdir mg bölünsün k. Demək x ilə yayın uzanması tarazlıq şərtinə görə kütlədən düz mütənasibdir. Kütlə azaldığı üçün yayın uzanması da azalır. 59-cu sualda maili müstəvi üzərində sükunətdə olan 5 kg kütləli cisimə təsir edən sükunət sürtünmə qüvvəsinin modulunu hesablayın. Sükunət sürtünmə qüvvəsi deməli birinci mg-mizin nabtı çəkirik. Səthə perpendikulyar olanı çəkirik və burada bu şəkildə bura alfa, bura alfa. Qarşıdakının, yəni F paralel, burada F paralel eyni şəkildə burada. Paralel nə eləyir? Sükunət sürtünmə qüvvəsinə bərabər olur. Çünki sükunət sürtünmə qüvvəsi yuxarı yönəlir. Bərabərdir F paralelə, bu da bərabərdir mg sinus alfa. Bu da bərabərdir. mg sinus alfa yazmışkən yazırıq nə? 5 vurulsun 10 vurulsun sinus alfa. Qarşıdakının betonca nisbəti, yəni 6-nın 10-a nisbəti, bu da eləyir 30 Newton. 60-cı sualda üfüqi səthi üzərinə qoyulmuş 6 kg kütləli cisim sabit 3 Newton qüvvənin təsiri ilə 2 m/saniyə sürətlə düz xəttlə bərabər sürətlə hərəkət edir. F qüvvəsinin təsiri kəsiləndən sonra 4 saniyədən bu cisim getdiyi yolun zamandan asılı qrafikini çəkin. Deməli, düz xəttlə bərabər sürətlə hərəkət etdiyi üçün sürtünmə dartıya bərabərdir. Bu da ilə 3 Newton olur. F sürtünmə bərabərdir mg 3 bərabərdir. Daha doğrusu mən mü tapsam
ne olur? F sürtünmə bölünsün mg. Bu da olur 3 bölünsün 6 vuraq 10. Bu da edir 20'də 1 0,05. Şimdi bize ne deyir? Grafiki ilk 4 saniyəsində getdiyi yolun zamandan asılı qrafiki. F kütləsinin təsiri kəsilirsə cisim nə edir? Yavaşayan hərəkət edir. Yavaşayan hərəkət edir. Yəni tormuzlamağa başlayır. S tormuz bərabərdir nəyə? V0'ın kvadratı bölünsün 2A'ya ya da V0'ın kvadratı bölünsün 2 μg'yə. Şimdi bərabərdir V0 2'den sonra başlayıb da yavaşlamağa. Demək ki, ilk başlanğıcda tormozlamağa başlayanda sürəti olub 2. 2 vurulsun μ 0,05 vurulsun 10. Bu da edir 4 bölünsün 2 vuraq 0,5. Bu da edir 4 metr. Demək ki, 4 metr bu cisim tormuz yolu gedib. Dört saniye müddətində bu şəkildə gedib. Bura olur 4, burada olur 4. Belə diqqətiniz üçün təşəkkürlər. Hələlik.